Bismillahirrahmanirrahim ve bihi nesta'in ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Keçən bəhsimizdə biz imamət bəhsinə başladıq və imamın tərifin və imamətin tərifin etdik və imamət barəsində olan müxtəlif nəzərlərə də işarə etdik. İslam aləmində bəzilər ümumiyyətlə imaməti vacib bilmirlər. Xəvaric bu qəbildəndir. Xəvaricin etiqadına əsasən ümumiyyətlə imamət vacibdir. Nə əqli, nə şəri. Əşairə, Mötəzilə deyiblər ki, xeyr, imamət vacibdir. Lakin Allaha vacib deyil. İnsanlar gərək özləri üçün bir imam seçsinlər. İnsanlara vacibdir. Əlbəttə, Əşairə deyir ki, insanlara imamı seçmək vacibdir, nəqli dəlilə əsasən. Mötəzilələr deyib ki, imamı insanlara vacibdir ki, imam seçsinlər, əqlən vacibdir. Lakin imamiyyə, şiələr, şiə alimlərin etiqadı budur ki, imamət əvvələn vacibdir, xəvaricin sözü qələtdir. Və saniyən əqlən vacibdir, əşairənin sözü qələtdir, iştibahdır, səhvdir. Və salisən Allah tərəfindən imamətin təyin olmağı vacibdir, nəinki insanlara. İnsanlar imamı haqları yoxdur seçsinlər. Bu haqq insanlara verilməmişdir ki, özləri imam seçsinlər. Necə peyğəmbəri seçmək, peyğəmbəri təyin eləməli Allahın öz öhdəsinədir. İmamın məsələsi də belədir. İmamət məqamı ilə nübüvvət məqamı arasında bu baxımdan heç fərqi yoxdur. Ki, Allaha vacibdir, Allah seçməlidir, Allah təyin edilməlidir. Bu da əqli baxımdandır və bu nəzər haqdır. Nə xəvaricin sözü haqdır ki, ümumiyyətlə imaməti heç vəcə vacib bilmirlər. Nə Əşairə və Mötəzilənin sözü nəzəri düzgündür, deyirlər ki, imamı seçməklik insanlara vacibdir. Xeyr, imamı seçməklik, imamın olması Peyğəmbərdən sonra vacibdir, özü də vacibi əqlidir, özü də Allah tərəfindən, Allahın hikmət nəzərin, ədalət nəzərin, sifətin nəzərə alaraq əqli baxımdan Allaha vacib olur ki, Peyğəmbərdən imamı seçsin və haqq nəzərdə bundan ibarətdir. Amma nəyə əsasən? İmamiyyə məzhəbi hər nə iddia edirsə, onun bir dəlildə olmalıdır. Biz keçən bəhslərdə nübüvvət bəhsini oxuyanda demişdik. Nə üçün nəbinin, nübüvvətin Allah tərəfindən seçilməyi vacibdir? Orada demişdik ki, nübüvvət bir lütfdir. Hər bir lütf də Allaha vacibdir. Pəs nübüvvət Allaha vacibdir. Həmin dəlili burada da Ağay Əlləmi Hilli gətirir. İmamət, üzr istəyirəm, Fazili Miqdad. İmamət Allah tərəfindən olan bir lütfdür. Və lütfün də Allaha vacib olmağını biz qabaqda isbat eləmişdik. Pəs imamət Allaha vacibdir. Pəs Allahın hikmət sifətini, həkimlik sifətini nəzərə alaraq əzbab-ı lütf deyir ki, imamət vacibdir. Amma hər bir lütf Allaha vacibdir. Biz keçən bəhsdə bunu isbat olundu. Həm ədl bəhsində bu bəhslərə işarə olundu, həm də nübüvvət bəhsində də təkmil oldu. Amma imamətin lütf olmağı. Lütfi biz keçən bəhslərdə necə məna elədik? Lütf kəlam elmində bir termindir. Lütf o şeydir ki, bəndəni ibadətə, itaətə yaxınlaşdırır, mənsiyyətdən uzaqlaşdırır. Bu məna imamət barəsində də vardır. Necə? Deyir, ümumiyyətlə bu təcrübə olunmuş bir şeydir ki, əgər insanların arasında itaətə vacib olan bir rəhbər, bir rəis olarsa, zalimi öz zülmündən çəkindirib, insanlar arasında fəsad eləyən insanları, necə deyərlər, öz fəsadından çəkindirə bilərsə, məzlumun haqqını zalimdən alarsa və onları əqli və dini vəzifələrinə məcbur edərsə və həmçinin insanlar ki, batilə meyillidirlər, fəsada meyillidirlər, onların zəyanına və zərərinə səbəb olan şeylərdən çəkindirərsə, belə bir halda istər-istəməz insanlar itaətə yaxınlaşıb fəsaddan uzaq olarlar. Lütfün də elə mənası budur. Bəs həqiqətən də belədir. İndiki dünyanın da əsas problemi budur. Ki, elə bir rəhbər, elə bir rəis yoxdur ki, itaəti vacib olsun və belə bir rəis ki,
onun hədəfi ancaq və ancaq ümumi şəkildə zülmün aradan aparmaq, insanların zərərinə olan şeyləri onları çəkindirməklik, əqli və şər'i vəzifələrini onları məcbur etmək, belə bir rəis olarsa, belə bir rəhbər olarsa və məxsusən də inşallah gələn dərslərdə oxuyacaq, özü də məsum olarsa, bütün bu qanunları icra etməkdən hədəfi və məqsədi insanlara xeyir vermək olarsa, belə bir cəmiyyət olar ideal və itaət əhli, fəsaddan uzaq və günahdan uzaq. Bu nə vaxt olar? Bu o zaman olar ki, insanlar arasında belə bir məsum rəhbər, rəis, itaəti vacib olan bir rəis və rəhbər olsun. İmamət bu mənada bəs lütfdür. Lütfdə dedik ki, Allah Teala'ya vacibdir. Bəs buna əsasən Peyğəmbərdən sonra imamın olmağı əqli baxımdan Allaha vacibdir ki, belə bir şəxsi təyin eləsin insanlara. Bu bir bəhs. Bəs imamət lütfdir, lütf də Allaha vacibdir. Bəs imamət Allaha vacib olur əqli baxımdan. Amma necə lütfdür onu izah elədik. Amma başqa bir tərəfdən nübüvvət barəsində biz nə demişdiksə, nübüvvətin vacibliyinə dəlalət edən bütün dəlillər dəlalət edir imamətin də vacibliyinə. Çünki ad fərqlidir. Birinə biz nəbi deyirik, birinə imam deyirik. Birinə nübüvvət məqamı deyirik, birinə imamət məqamı deyirik. Amma hər ikisi eyni şeydir. Hər ikisinin hədəfi eyni şeydir. Əlbəttə, imamla nəbinin fərqlərindən biri budur ki, imama vəhiy gəlməz. Amma həqiqətdə imamət də nübüvvətin necə deyərlər, xəlifəsi hesab olunur. Həqiqətdə imamət nübüvvətin yerində durur. Məgər vəhiy almaqda. Necə nübüvvət Allaha vacibdir, Allahın hikmət sifətini nəzərə alanda, həmçinin imamət də belə olacaqdır. Amma o kəslər ki, deyiblər ki, həmin əşərilər, mü'təzilələr ki, deyib ki, imamət xəlqə vacibdir, yəni insanlara vacibdir. Yəni onların sözü budur ki, imamı seçməklik, rəisi seçməklik vacibdir insanlara. Nəyə xatir? Bunların da özünə məxsus dəlilləri var. Belə deyir ki, onların dəlilləri olmasın. Onlar deyir ki, məsələn, əşairə deyir ki, insanlara vacibdir. Çünki Quran deyib. Amma mü'təzilələr deyib ki, insanlara vacibdir. İmam təyin eləsin, özlərinə rəis seçsinlər, rəhbər seçsinlər. İnsanlara vacibdir əqlən. Onların əqli dəlili nədir? Buna xatir ki, əql deyir ki, əgər imam təyin etməsiz, zərərə giriftar olacaqsınız. Özünüzdən zərəri uzaqlaşdırmaqdan xatir gərək imam təyin olunsun. Çünki dəf'i zərər də vacibdir. Lakin bu cavabı belə buyurur ki, Fazil Miqdad, biz qəbul edirik ki, imamətin olması bir növ zərəri uzaqlaşdırır və zərəri də uzaqlaşdırmağı əqli baxımından vacibdir. Bunda bəhsimiz yoxdur ki. Bizim bəhsimiz buradadır ki, siz hansı dəlilə əsasən deyirsiniz ki, imamı seçməklik təfviz olunub xəlqə və insanların öhdəsinə qoyulub. Nəyə əsasən deyirsiniz? Əgər elə imamı seçməkli insanların öz öhdəsinə qoyularsa, bu özü səbəb olacaq ixtilafa. Bu özü səbəb olacaq zərərə. Bir halda ki, məqsəd nə idi? Zərərin aradan getməsi idi. Yəni, əgər insanların öz öhdəsinə qoyularsa, insanlar kimi seçərlər? Kim olsun rəhbər? 5 nəfər deyəcək filan kəs olsun, 10 nəfər deyəcək filan kəs olmasın. İstər-istəməz ixtilaf, nizam aradan gedəcək, fəsada səbəb olacaq, ixtilafa səbəb olacaq. O ki, hədəf bu idi ki, imam seçilsin, insanları zülmdən uzaqlaşdırsın, onlara zərər yetişməsin. Əgər belə imamı seçmək insanın öz öhdəsinə qoyurlarsa, səbəb olacaq. Başqa bir tərəfdən də biz inşallah oxuyacaq. İmamın şərtlərindən biri məsum olmaqdır. İmam gərək məsum olsun. İnsanlar necə təyin eləyə bilərlər ki, filan kəs məsumdur, filan kəs məsum deyil. Və başqa məsələdə biz etiqadımıza əsasən budur ki, gərək imam Allah tərəfindən təyin olunsun. Bunu da dəlillərinə işarə edəcək. Bəs haqq nəzəri budur ki, imamı təyin etmək Allaha vacibdir, özü də əqli baxımdan vacibdir. Bu haqq nəzər budur. Nəyə əsasən? Onu bəyan edir. Bu ki, vəd dəlilu ələ həqqiyyətihi.
Dəlil bu məsələ ki, imamiyyənin sözü haqdır. İmamət Allaha vacibdir. Allah tərəfindən təyin olunmalıdır. Özü də əqli baxımdan vacibdir. Bunun dəlili bundan ibarətdir ki, huvə ennəl imamətə lütfun. İmamət bir lütfdür. Və kullu lütfin vacibun aləllahi təala. Hər bir lütfdə, bu artıq qaidi kubra burada qaidi külliyyən çatdırır. Hər bir lütf də Allaha vacibdir. Fəl imaməti vacibətun aləllahi təala. Bəs imamət də Allah Taala'ya olur? Vacib olur. Buyurur ki, əmməl kubra fəqət təqaddəmə bəyanuha. Amma kubra ki, hər kullu lütfün vacibin aləllahi təala. Bu bir dənə kubradır ki, bunun bəyanı keçən bəslərdə qeyd olundu. Burada təkrar etmirik. Və əmməs suğra. Amma bu məsələ ki, imaməti lütfdür, istəyir onu bəyan eləsin. Fəhiyyə ənnə lütfə kəma ərəfdə. Onun bəyanı bundan ibarətdir. Lütf necə ki, əvvəldə də biz lütfü məna elədik. Huvə ma yuqarribul abdə ilə taəti və yubə'iduhu ənil məsiyyə. Buyurur ki, lütf odur ki, insanı, əbdi, qulu itaətə yaxınlaşdırıb məsiyyətdən uzaqlaşdırsın. Və hazəl məna hasilun fil imamə. Bu məna imamət barəsində hasildir. Və bəyanı zalik. Ənnə mən ərəfə əvaidə dəhma və cərrəbə qəvaidə siyasə alimə zərurətən ənnən nasə İzə kanə ləhum rəisun muta'un murşidun fīmā beynəhum. Bu ki, hər kəs zamanənin enişli, yoxuşlu hadisələrin tanıyırsa, yəni bu dünyada baş verən hadisələrə diqqət elərsə, keçmişdə olan hakimiyyətlər, hal-hazırda mövcud olan hakimiyyətlər, bunların hamısını nəzərdən keçirsə, əvaidət diha, əgər mən istəsəm lüğəti məna eləyəm, lüğəti, yəni mənzur, murad, məqsəd nədir? Yəni o müşküllər, yəni həyatda baş verən o çətinliklər, məqsəd onlardır. Buyurur ki, hər kəs həyatın, müşkilatın və yaxud o hadisələrin, o ağır hadisələr, o çətin hadisələrin tanıyarsa və cərrəbə qəvaidə siyasə, o siyasətin qanunlarını təcrübədən keçirtmiş olarsa, alimə bilər ki, zərurətən, yəni bədii şəkildə bilər ki, ənnən nasə izə qanə ləhum rəisun muta'un murşidun fīmā beynəhum. Əgər insanların rəisi ki, itaət olunmalıdır və onları öz aralarında irşad edirsə, yəni də o zalimən zulmi, zalimi zülmündən çəkindirərsə, vəl-baği ənbəğihi, təcavüzkəri öz təcavüzündən çəkindirərsə və yəntəsifül məzlumə min zalimihi, məzlumun haqqını zalimdən alarsa və məəzəlikə yəhmuluhum aləl qəvaidil əqliyyə vəl-vəzaifid diniyyə və bunun kənarında onları vadar edərsə əqli qanunlara riayət eləsinlər, dini vəzifələrinə əməl etsinlər və yərdəuhum ənil məfasidil mucibəl ixtilalin nizam fîm umur məaşim və onları mən eləsə, qadağan eləsə ki, o fəsad işlərdən ki, səbəb olur, nizam aradan geçsin öz dünya işlərində və ənil qəbaihil mucibət lil vəbal fî məadihim və həmçinin onları əgər rədd eləsə, qadağan eləsə, mən eləsə, o işlərdən ki, axirət aləmində onların bədbəxtsiliyinə səbəb olur, bihis, yəxafı kullu vahidi min müaxəzəti əl-azalik. Belə ki, elə bir rəis ki, itaəti vacibdir, hər kəs bunun sözündən və itaətindən çıxarsa, bunlardan hər bir insan qorxur ki, həmin o rəis bunları nə eləyəcək? Mücazat eləyəcək, əgər müxalif olarsa. Əgər belə bir rəis olarsa, kanun əzalikə ilə səlahi əqrəb, bunlar səlaha, məsləhətli işlərə yaxın olacaqlar və minəl fəsadı əbəd, fəsad işlərdən uzaq olacaq. Buyurur ki, həqiqətən də belədir, əgər insan biraz ətrafında olan çətin hadisələri tanıyarsa, siyasət qanunlarını bilərsə, əgər elə bir rəisdir ki, zalimin zülmünlə mübarizə aparsın, məzlumun haqqını zalimdən alsın, insanları əqli qanunları etməyə vadar etsin, dini vəzifələrinə əməl etməyə vadar etsin, nizama xələl gətirən, nizam-ı hakimiyyəti xələl gətirən işlərdən çəkindirərsə, qəbih işlərdən onları uzaqlaşdırarsa və hər kəsə buna itaət eləməsə, onları mücazət eləyərsə, bu surətdə insanlar ibadətə yaxınlaşıb, itaətə yaxınlaşıb, məsləhətli şeylərə yaxınlaşıb, fəsad işlərdən uzaq düşəcək. Və la nə'ni bil lütfillə zalik. Lütfün də mənası budur da. İnsan itaətə yaxınlaşıb, fəsaddan uzaq olsun. Pəs bu lütfdür. Əgər lütfdürsə və təkunul imamət lütfən. İmamət lütf olacaq və huvə mətlub.
Pəs imamət lütfdir, lütf də Allaha vacibdir, pəs imamət Allaha vacibdir. Bu bir məsələ. Başqa bir tərəfdən bu ki, "Və ələmənə kulləmə dəllə ələ vücubun nübüvvə fəhvə dallun ələ vücubil imamə." Nübüvvətin vacibliyinə dəlalət edən dəlillər elə imamətin də vücubluğuna dəlalət edir. Niyə? İzil imamətu xilafətun anin nübüvvə qaimətun məqaməhə. Çünki imamət də nübüvvətin canişinidir. İmamət də həqiqətən nübüvvətin yerində durmuşdur. Heç bir fərqi yoxdur. İlla fi talaqqil vəhyil ilahi bila vasitətin. Məgər bu məsələdə fərqlidir ki, nübüvvət məqamında vasitəsiz olaraq vəhy vardır, amma imamətdə bu yoxdur. Əlbəttə bir dənə bəhs vardır. İmamət məqamı üstündür, yoxsa nübüvvət məqamı? Bəqərə surəsinin 124-cü ayəsinə əsasən xülasə olaraq qeyd edirəm. İmamət məqamı nübüvvət məqamından üstündür. Çünki İbrahim nəbi idi, amma hələ imam olmamışdı. Rəsul idi, imamət məqamına yetişməmişdi. Bütün imtahanlardan sonra çıxdıqdan sonra o ayə deyir ki, "İnni cailuka linnasi imama." Allah Teala bütün imtahanları edəndən sonra fəətəmməhunna Həzrəti İbrahim əleyhissalam da bu imtahanların hamısından başı ucaqcılıqdı. Ondan sonra dedi ki, "İnni cailuka linnasi imama." Bəs məlum olur ki, imamət məqamı nübüvvət məqamından üstün. Əlbəttə bu başqa məsələdir. Amma burada imamət məqamı eyni nübüvvət məqamıdır. Hər ikisinin hədəfi eynidir. Lakin nübüvvət məqamında deyirlər ki, birbaşa vasitəsiz olaraq vəhy vardır, amma imamət məsələsində bu yoxdur. Və əlbəttə deyə bilərsiniz, bəs Həzrəti İbrahim əleyhissalam vəhy almırdı. Niyə? Vəhy alırdı nəbi olduğu üçün. Amma peyğəmbərdən sonra olan imamlar imamdılar, nəbi deyirlər. Bu baxımdan vəhy almayıblar. Mənzilət hədisində də buna işarə olub ki, "Ya Əli, əntə minni bi mənziləti Haruna min Musa, illa ənəhu la nəbiyyə bədi." Nəbi yoxdur məndən. Çünki yəni vəhy kəsiləcək. Amma sən elə mənim məqamımdasan. Və kama ənə tilkə vacibətun. Bəs imamət eyni nübüvvət məqamı kimidir. Fərqi ancaq vəhiydədir. Və kama ənə tilkə vacibətun ələllahi təala fil hikmə. Necə nübüvvət Allaha vacibdir hikmətdə, Allahın həkimlik sifətini nəzərə alanda. Fəkəza hazihi ilə imamət məqamı da elə belədir. Və əmməl-ləzinə qalu bivücubihi ələl-xəlq. Amma o əşərilər və yaxud da mü'təzilələr ki, deyiblər ki, imaməti seçməklik, imamət vacibdir xəlqə, yəni insanlara. Əşərilər ki, qoyaq kənara, ümumiyyətlə onlar əqlən vacib bilmirlər. Deyir ki, çünki Quranda ayəmiz vardı, hədislər vardı Peyğəmbərdən. Bu baxımdan biz deyir ki, vacibdir insanlar imam seçsinlər. Onlar ümumiyyətlə əşərilər əqli qəbul eləmirlər. Amma mü'təzilələr deyir ki, insanlara vacibdir imamı seçmək. Amma əqlən vacibdir. Onların əqli dəlilləri nədir? Fəqalu. Mü'təzililər belə deyiblər, yəcbə əleyhim, insanlara vacibdir nəsbür rəis, rəhbər seçsinlər, imam seçsinlər. Nəyə əsasən? Lidəf'il zərər min ənfusihim, özlərindən zərəri uzaqlaşdırmaq üçün. Və dəf'u zərəri vacibun. Bəs bu baxımdan insanlara vacibdir, imam özlərindən sonra, Peyğəmbərdən sonra özlərinə imam seçsinlər. Qulna, ağay fazil miqdar bu dəlilin müqabilində deyir, la nizafi koniyə dafiyyətən lizzərər və koniyə vacibətən. Biz işğalımız yoxdur, iradımız yoxdur, sözümüz yoxdur ki, imamətin olması zərəri dəf eləyir və zərəri də dəf eləməlik vacibdir. Bizim bunda heç şək şübhəmiz yoxdur. Və innəmən nizafi təfviz zalikə iləl-xəlq. Bizim bəhsimiz burada ki, siz nəyə əsasən deyirsiniz ki, bu insanların öhdəsinə qoyulub. Bunun da bizim sözümüz buradadır. İnnəmən nizafi təfviz zalik imamı seçmək iləl-xəlq, xəlqin boyuna təfviz olunur. İnsanların öz öhdəsinə qoyulmuşdur. Lima fi zalikə minəl ixtilalil vaqi fi təyin ə'immə. Bunun özündə ixtilaf vardır. İxtilaf ki, vaqi olacaq əimməni təyin eləməkdə. 10 dənə insan cəm olacaq, deyəcək filan kəs imam olsun. O birisi 10 nəfər deyəcək, xeyr, o olmasın, filan kəs olsun. Fəyüəddi ilə zərər mətlubi zəvaluhu. Elə bu özü səbəb olacaq zərərə. Bir halda ki, bizim hədəfimiz bu ki, zərər aradan geçsin. Və eyzən iştiratul ismə və vücubin nəs yətfə zalikə kulləhu. Həmçinin imamda məsumun ismətin şərt olması
Nəssin vacib olması gərək Allah tərəfindən təyin olunsun, Peyğəmbər tərəfindən insanlara çatdırılsın, ismətin şərt olması və nəssin təyinin vacib olması yət və zalikə kulləhu. Bunların hamısını rədd edir. Bəs buna əsasən imamı seçmək vacibdir, əqlən vacibdir, özü də Allah Taala'nın özünə vacibdir, nəinki insanlara. Və sallallahu alə seyyidina Muhammed və alihi tahirin.